Salam, hər vaxtınız xeyir olsun yoldaşlar. İndi sizə bugün, yəni 15 may tarixində keçirilən Dövlət Qulluğuna Qəbul İmtahanının Asiya kateqoriyası üzrə məntiq suallarının ilk 10 dənəsinin izahını verəcəm. Artıq digərlərinin izahı növbəti günlərdə kanala yerləşdiriləcək. Gəlin başlayaq. Birinci sual şifrələmə ilə, yəni kodlama ilə bağlı olan bir sualdır. Deyir ki, qanununu müəyyən edin və sual içərisinin yerinə uyğun variantı seçin. Eyni hərf və ya hərf birləşmələri, eyni müxtəlif hərf və ya hərf birləşmələri isə müxtəlif rəqəmlərə uyğundur. Adətən öyrəşdirib ki, hər bir hərf bir rəqəmə uyğun gəlsin. Ancaq burada qarşıda yazılan kodlardan da bizə aydındır ki, yalnız hərf deyil, hərf birləşmələri də artıq bir rəqəmdən ifadə olunub. Əvvəla fikir versək, 2 dənə 1 ilə başlayan var, 2 dənə də 4 ilə başlayan var. Və biz burada 2 dənə eyni ilə başlayan, hətta burada 4 dənə sər var. Amma 4 dənə eyni rəqəm yoxdur və bizə aydın olur ki, sər yalnızca bir sərdən deyil, ola bilər ki, bəlkə səri bir rəqəm götürüb. İndi bunu artıq misalın gedişatı göstərəcək bizə. Burada bir məqama diqqət yetirsək, sualın başlanğıc hissəsi olacaq bu hissə. Nəyə görə? Çünki fikir versəniz, digər kodların heç birində təkrar rəqəm yoxdur. Ancaq bu kodda 2 dənə 3 var. 2 dənə eyni hissəsi təkrarlanan, burada bir dənə çənə sözündəki ələrdir. Burada baxası olsaq, əgər biz kənarda, hələ birinci bunu yoxlayaq. Əgər alınmasa artıq başqa varianta baxarıq. Bu belə yazdığımız qaydada Ç-nın kodu bizdə 5, Ə-nin kodu 3, N-nin kodu da 2 olur. Aha, yaxşı. Bunu qeyd eləmək bizə nə işimizə yarayacaq? Biz 3-ü tapmış olduq ki, Ə-dir. Sonu Ə ilə bitən hansı var? Bir sərçə, bir də səriştə. Və sonu 3 ilə bitən bizim 2 dənə kodumuz var. Aha. İndi fikir versəniz, hər ikisi sərlə başlayır. Ancaq biri 1-dir, biri də 3. Deməli, birində səri götürüb, birində də sərini. Digər bir məsələ. Axı biz burada Ç-nın kodunu 5 tapmışıq. Burada sərçə sözündə Ç var, Ç 5 olacaq. Aha, belə olan halda deməli sərçənin kodu bu olacaq. Niyə? Çünki sonundakı Ə-yə görə biz 2 kod və 2 dənə də söz seçmişdik. Ç-nı bildiyimizə görə səriştə sözündə Ç yoxdur ki? Xeyr. Ç bizdə 5 rəqəminə uyğun gəldiyinə görə sərçədə burada Ç-ya 5, Ə-yə 3 yazsaq, artıq sər hissəciyinə qalacaq 4. Bax, buradan yazıram sər hissəciyi 4. Və davam etsək, artıq biz əgər sərçənin kodu artıq 4, 5, 3-dürsə, səriştənin kodu da olacaq 1, 0, 3. Ə-ni bilirsən ki, 3-dür. Aha, deməli bizdəki səri hissəsi olacaq 1. Niyə məhz səri? Çünki sərin sözündə səri hissəciyi 1, N-nı da axı 2 tapmışıq. Aha. Səri hissəciyinin də kodu olacaq 1. Aha, artıq biz səriştə sözünün kodunu bilirik. Sərinin də kodunu bilirik. Sərçənin də kodunu bilirik. Aha, artıq burada 0, Ş-T-nın kodu olacaq 0. Burada Ş-T-yə yazdıq 0. Aha, burada S-T ilə qarışdırmayın bunu. İndi bu məqama baxası olsaq, artıq sər hissəciyini axı biz bilirdik 4-dür. Sərbəstdəki 4-ü tapırıq. Aha, 4 ilə başlayan onsuz bir kodumuz qalıb. Amma gəlin burada hər birini müəyyən edək. Ə bizdə 3-dürsə, B-ya yalnız qalacaq 6. Deməli, B-nın kodu 6-dır. S-T-ya da qalacaq. S-T-ya da qalacaq neçə? 7. Bizdə stul sözü də deməli kod olacaq 7, 8, 9.
Sərbəstin kodunu istədiyinə görə cavab olacaqdır 46-37. Belə. Sonra digər anaqramı müəyyən edin. Burada ünsür, sürmə. Ünsür, sürmə. Aha, aşkar operatoruna bağlı olan bir sualdır. Əvvəlcə başlayaq mötərizələri həll etməyə. Birinci, beşbucaq operatorunu ilk bərabərlikdə yazacağıq. 4, 2 bərabər olacaq. 4 böl A, yəni 4 böl 4 üstəgəl B, yəni 2. Bu nəticəsi qaytaracaq bizə 3. Birinci mötərizənin cavabı 3-dür, üstəgəl. İkinci mötərizəni hesablasaq, 3 ulduz 5 bərabərdir. 2A kvadratı. A nəyə bərabərdir? 3-ə. 2 vur 3-ün kvadratı çıxılsın 2B. 2 vur 5 bərabərdir. 2-ni 9-a vursaq 18, 10 çıxsaq bizə verəcək 8. Çıxılsın 8 operator 3 bərabərdir. A 8-dir, B də 3-dür. Çıxanda bizə 5 verir. 11 çıxılsın 5 bizə verəcək 6. Analogiyanı müəyyən edin. Burada dəmirçi dəmirdən hər hansısa bir alət düzəldir. Xarrat da taxtadan, xarrat, dülgər taxtadan məsəl üçün stol hazırlayırlar. Bu şəxsə də deyirik xarrat. Olduqca sadə bir ardıcıllıqdır. Bunu ikili kimi də yaza bilərsiniz, sadə də yaza bilərsiniz. İkili baxsaq, 2-dən 3-ə, 3-dən 4-ə, 4-dən 5-ə 1 artır. Belə baxsaq, 1-dən 0-a 1 çıxıb, sonra yenidən 1 çıxsa -1, sonra yenə 1 çıxsa -2 olacaq. Cavab olur C variantı. Və ya sadə ardıcıllıq kimi yanaşsaq, burada deyərik ki 2 gəlir, daha doğrusu deyərik ki 1 gəlir, 2 çıxır. 3 gəlir, indi 4 çıxanda -1. 5 gəlir, sonra deyərik ki 6 çıxır, -2, sonra üstünə 7 gəlir. Ədədlər bir vahid artır, aradakı əməllər isə növbələşir. Bir dəfə toplama, bir dəfə də çıxma. Həm bu şəkildə, həm də birinci yazdığımız ikili formada cavabımız eyni alınır. Fərqli formada olan maraqlı bir qeyri-aşkar operator sualı idi. Burada baxası olsaq, üsulumuz nədir? Görürük ki, rəqəmləri vurur, toplayır. Bizə 14 verəcək. 3 vur 2 üstəgəl 4 vur 2 bizə 14 verir. Həmçinin hər birində yoxlasaq cavabımız görəcəyik ki, neyinir? Rəqəmləri vurur. RH üstəgəl RH. Rəqəmlər hasilini toplayır. Gələk burada hər bir operatorun cavabını müəyyən edək. 6 vur 2 üstəgəl 3 vur 5. 12-nin üstünə 15 gələndə 27-dir. 3 vur 1 üstəgəl 8 vur 2. 19 edir. 4 vur 3 üstəgəl 1 vur 2. 14 edir. 1 vur 9 üstəgəl 2 vur 3. 9-un da üstünə 6 gəlsək 15 edir. Və bizə deyir ki, artma sırasına uyğun olaraq kodları ilə düzün. Ən balacadan böyüyə doğru düzək. 3 ən balacadır, sonra 4, sonra 2, sonra da 1. Doğru cavabımız D variantı. Aha, mətnlə bağlı olan bir sual nümunəsidir. Modelyer müsabiqədə yeni hazırladığı 7 geyimdən yalnız 5-ini nümayiş etdirə bilər. Yəni 5 dənə geyim. Ya A ya da G mütləq nümayiş olunmalıdır. Hər ikisi yox ha, ikisindən biri. Amma müsabiqədə hər ikisi nümayiş oluna bilməz. F nümayiş olunsa C də olmalıdır. Əgər F varsa hökmən C də olmalıdır. Amma əksini demir. Yəni demir ki, C varsa hökmən F də olmalıdır. Əksi doğru deyil. B nümayiş olunsa D nümayiş olunmamalıdır. Modelyer A, B və Y-ni nümayiş etdirməyə qərarı alsa. Bax, B varsa D olmayacaq. Şərtdə deyib. D yoxdursa hökmən G-ni götürməliyik. Çünki D və G ikisindən biri hökmən olmalıydı. Artıq A-sı, B-si, Y-si və G-si var. D-ni götürməyəcək. C və F ikisindən birini nümayiş etdirməlidir. Əgər F varsa hökmən C də olmalıdır. Ona görə F-i götürə bilmərəm.
Amma C-ni götürəcəm. Niyə? Çünki mənə əksi haqqında məlumat verməyib. Demir ki, C varsa hökmən F də olmalıdır. Ona görə digər nümayiş olunacaq geyimlər G və C olacaq. 8-ci sualda bu da artıq demək olar ki, öyrənmiş bir sual növüdür. Neyniyir? Toplayır, sonuncu üstünə bərabərdir. Bunu asanlıqla necə görmək olardı? Yoldaşlar, hər zaman yadınızda qalsın. Məsələn, görürsünüz, sonuncu üstün və yaxud da ki, ola bilər sonuncu sətir digərlərindən kifayət qədər fərqlənirsə, birinci ona fokuslanın ki, ola bilər ki, sonuncu üstünü alıb. Məhz burada da bu qaydadaydı. Ən yaxşı da burada görmək olur. 42, 18, 17-dən 77 alıb. Toplasaq bizə 77 verirmi? Verir. Toplasaq bu 3 ədədi bizə 3 verirmi? Verir. Və nəticədə 12 üstəgəl sual üstəgəl 8 bərabərdir 30. Sual işarəsi bərabər olacaq 10-a. Aha, tərəzilərlə bağlı olan bir test nümunəsidir. Burada yadınızdadsa həmişə deyirdik. Əgər bir elementin nəyə bərabər olduğunu bizə veribsə, gətirin əvəz etmə aparın. Əvvəlcə görürəm ki, Eli mənə MK verib. Belə gətirib burada MK yazarım. Amma variantda yoxdur. Və fikir verirsinizsə, variantdakıların hamısı eyni hərflə ifadə olunur. Deməli, biz burada M-nı K-nı əvəz eləməliyik. Bəs yaxşı, nə edəcəyik? Əvvəldə də dediyimiz kimi, bir elementin nəyə bərabər olduğunu veribsə, əvəz etmə aparın. K, bir elin yerinə yazırsınız. M, K. Digərliyinin də yerinə yazırsınız. M, K. Bərabərdir 3 dənə M-ya. Burada 2 M-la, buradakı 2 M ixtisar gedəndə 3 dənə K bərabərdir 1 dənə M-ə. Və bərabərdir. Burada 1 M-in yerinə yazacağıq 3 dənə K və 1 dənə K da yanında var. Cavab olacaq 4K. Və nəhayət 10-cu sualımız. Aha. Bura baxası olsaq, çox sadə bir cədvəl sualıdır. Amma kök altından doğru şəkildə bunu çıxarda bilməyən yoldaşlar var idi. Hansı ki, o da əslində biraz riyazi biliklə bağlı olan bir məsələdir. Gəlin bura baxaq. Y bərabərdir 7 üstəgəl 10 bərabərdir 17. Z bərabərdir 10 üstəgəl 5 bərabərdir 15. X bərabərdir 5 üstəgəl 7 bərabərdir 12. Və bizə deyir ki, kök altında Y üstəgəl Z çıx X. Yəni, kök altında 17 üstəgəl 15 çıx 12. O da bizə verəcək kök altında 20. Və yoldaşlar, məsələn, kök altında 16 olsa, bu bərabərdir 4-ə. Yəni, bu deməkdir ki, nəyin kvadratı 16-ya bərabərdir? 4-ün. Amma kök altında 20 nəyinsə kvadratı deyil. Bəs yaxşı, biz onu necə kökdən azad edəcəyik? Kök altında 20-ni biz neçə vur neçə kimi yaza bilərik? 4 vur 5 kimi. Belə yazdığımız halda burada 4-dən kök çıxır. Bunu əslində siz ayrı-ayrı kökün də içərisinə yaza bilərsiniz. Bu şəkildə də yazdıqda 4-dən kök nə çıxır? 2. Amma 5-dən kök çıxmır, onu kökün altında saxlayırıq. Bu da bizə verəcək 2 kökdə 5. Əlavə olaraq müəyyən məqamları qeyd edim sizin üçün. Hansı ki, riyazi məqamlardır və imtahanda sizin qarşınıza çıxa bilər. Məsələn, kökdə A-nın kvadratı bərabərdir A-nın özünə. A üstündə 2-də 1 demək bərabərdir kök altında A deməkdir. A üzərində mənfi 2 demək və yaxud da ki, mənfi 1-i göstərək. A üzərində mənfi 1 demək 1 böl A deməkdir. A üzərində mənfi 2 demək artıq 1 böl A kvadratı deməkdir. Baxın, bu məqamlar bizə operatorlarda və yaxud da ki, aşkar cədvəldə lazım olacaq riyazi biliklərdir. Belə, qeyd etdiyim kimi, artıq digər sualların izahı növbəti günlərdə kanala yerləşdiriləcək.